Bucaq AOC çıxılsın, bucaq OB bərabərdir 36 dərəcə və bucaq AOC çıxılsın, bucaq BOC bərabərdir 48 dərəcə olarsa, bucaq AOC-nin dərəcə ölçüsünü tapın. Gəlin bunu biz adlandıraq. Bucaq AOC-yə verək alfa, bucaq BOC-yə verək gamma, bucaq AOB-yə verək beta. Deməli, bizə deyir ki, bucaq AOC ilə bucaq AOB-nin fərqi, yəni alfa ilə betanın fərqi bərabərdir 36-ya. Bucaq AOC-nin fərqi, yəni BOC ilə fərqi, onda alfa çıxılsın, gamma. İndi biz bunları tərəf-tərəfə alsaq, onda olacaq 2 alfa çıxılsın, beta plus gamma bərabərdir 84. İndi biz buradan bu ifadəni biraz sadələşdirək. Gəlin buradan bax. İndi beta plus alfanı biz tapmaq üçün 360-dan çıxarıq alfanı. Onda biz burada gətirib bunun yerinə yaza bilərik. Yəni beta plus gamma bərabərdir 360 dərəcə çıxsın x. İndi bu gətirib yazsaq olacaq 2 alfa çıxsın 360 çıxsın alfa bərabərdir 84, 3 alfa bərabərdir 444-də, alfa da bərabər olacaq 148-ə. Bizdən AOC istəyir, elə alfada AOC deyir, cavabımız olar 148. Əgər izah etsəsə bir faydası olsa, Səmət olmuş kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.